TR nə üçün Qrozno şəhərindən enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə TR-nin idarə olunmasına təsir göstərmişdir? Havadan endirilən zərbə və TR-nin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə salmaq cəhdləri həm cəfəngiyyətdir, həm də ağılsızlıqdır. TR nə üçün Qrozno şəhərindən enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə TR-nin idarə olunmasına təsir göstərmişdir? Havadan endirilən zərbə və TR-nin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə salmaq cəhdləri həm cəfəngiyyətdir, həm də ağılsızlıqdır.